Salam əziz beşincilər, əziz izləyicilər, hər birinizi xoş gördük. Biz sizinlə yenilənmiş 5-ci sinif Azərbaycan dili dərsliyi ilə əvəzliyin məna növləri ilə bağlı olan tapşırıqların izahlarına baxmağa çalışacağıq. İzahdan öncə sizdən kiçik bir xahişim var. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayaq zəhmət olmasa. Deməli, yoldaşlar, əvəzliyin məna növləri. Əvəzlik nədir? Əvəzlik deməli, əsas niksələrini əvəz eləyib, onların yerində işlənən nitq hissəsinə, əsas nitq hissəsinə əvəzlik deyilir. Əvəzliyin məna növləri 1. Şəxs əvəzliyidir, şəxs. 2. İşarə. 3. Qeyri-müəyyən. 4-cü olur sual və 5-ci təyini əvəzliklər. Bunlar olur əvəzliyin mənaca növləri. Keçək indi tapşırıqlara baxaq. Deməli, nöqtələrin yerinə uyğun şəxs əvəzləri əlavə edib cümlələri oxuyun, seçiminizi əsaslandırın. Deməli, yoldaşlar, şəxs əvəzləri deyir bizə. Şəxs əvəzləri hansılardır? Mən, sən, o, biz, siz, onlar. Bunlar şəxs əvəzləridir. Deməli, birinci sözdə nöqtələyin. İstirahət günü dostlarımla görüşəcəyəm. Kim görüşəcək? Bax, şəxs sonluğuna əsasən deyə bilirik ki, mən görüşəcəyəm. Daha sən görüşəcəyəm deyə bilmərəm ki, biz görüşəcəyəm olmur, siz görüşəcəyəm ola bilmir. Deməli, bura nə uyğun gəlir? Mən əvəzliyi, şəxs əvəzliyi. Tədbirdə iştirak etməliyik. Sən iştirak etməliyik olmur, siz iştirak etməliyik olmur. Bura nəyə uyğun gəlir? Biz iştirak etməliyik. Xəbərdəki şəxs sonluğuna əsasən müəyyən edirik ki, bura biz şəxs əvəzliyi yazılmalıdır. Bu barədə nə düşünürsünüz? Siz yazılmalıdır. Siz nə düşünürsünüz? Biz nə düşünürsünüz deyə bilmərəm. Mən nə düşünürsünüz olmur. Şəxs sonluğuna əsasən artırırıq nəyi? Sizi. Növbəti tapşırıq. Aşağıdakı cümlələrdə hansı şəxs əvəzləri əlavə etmək olar? Şəxs əvəzləri hansılardır? Mən, sən, o, biz, siz, onlar. Yadda saxla. Kim yadda saxlasın? Sən yadda saxla. Qalib gəlməyimiz. Kimin qalib gəlməməyi? Bizim qalib gəlməməyimiz. Burada mən və biz. Heç də həmişə uğursuzluq deyil. Burada əlavə şəxs əvəzinə ehtiyac yoxdur. Deməli, bir də səndir, ikinci bizim. Qaçış sürətimi bilmək istəyirsən, mənim qaçış sürətimi bilmək istəyirsən, sən bilmək istəyirsən. Bura mənim və sən əvəzlərini artırmaq olar. Yarışda neçənci yer tutmağımın heç bir fərqi yoxdur. Mənim yarışda neçənci yer tutmağımın heç bir fərqi yoxdur. Burada da mənim şəxs əvəzliyini artıra bilərik. Bütün gücünüzü ortaya qoysanız, siz bütün gücünüzü ortaya qoysanız, onda uğur qazanacaq. Kim uğur qazanacaq? Biz. Həm biz, həm də siz şəxs əvəzliyini artırmaq olur. Həqiqətən qələbə üçün əlindən gələni etməyə çalışırdı. Kim? O. Həqiqətən o qələbə üçün əlindən gələni etməyə çalışırdı. Burada da o şəxs əvəzliyini artırmaq mümkündür. C-də. İşarə əvəzliklərini seçin və onların nəyə işarə etdiyini müəyyənləşdirin. İşarə əvəzlikləri hansılarıydı? O, bu, belə, belə, həmin. Bunlar olur işarə əvəzlikləri. Deməli, keçən həftə kitabxanamızda tanınmış yazıcı ilə görüş oldu. Burada ümumiyyətlə şəxs əvəzliyi və yaxud da işarə əvəzliyi yoxdur burada. Son dövrdə belə tədbirlər. Necə tədbir? Belə tədbir. Burada belə işarə əvəzliyidir və tədbir isminə aiddir. İkidə. 5-ci A sinifində oxuyan uşaqların çoxu dərslərindən əla qiymət alırlar. Burada işarə əvəzliyi yoxdur. O sinifin şagirdləri çalışqan və bacarıqlıdır. Hansı sinifin şagirdləri? O sinifin şagirdləri. Burada o işarə əvəzliyidir və sinifin şagirdləri ifadəsinin söz birləşməsinə aiddir. Mükafat alanların siyahısında mənim də adım var. Burada mən şəxs əvəzliyidir. İşarə əvəzliyi yoxdur. Atam bu xəbəri eşidəndə çox sevinəcək. Hansı xəbəri? Bu xəbəri. Bu burada
işarə əvəzlidir və xəbər isminə aiddir. Növbəti tapşırığımıza baxırıq. Fərqləndirilmiş sözlərin əvəzinə sual əvəzliyi işlətməklə sual cümlələri yaradın. Sual əvəzlikləri hansılardır? Deməli, əsas niksələrin sualları, bütün əsas niksələrin sualları sual əvəzlikləridir. Deməli, məsələn, kim, nə, hara. Bunlar hansı niksəsinin suallarıdır? İsimin suallarıdır, sual əvəzliyidir. Necə, nə cür, hansı. Bunlar hansı niksəsinin suallarıdır? Sifətin suallarıdır və bunlar sual əvəzlikləri sayılır. Və yaxud da neçə, nə qədər, neçənci. Bunlar sayın suallarıdır və sual əvəzlikləri sayılır. Və yaxud da feilə aid olan nə vaxt, nə edir, nə edəcək və yaxud da nə vaxt, nə zaman, zaman zərflərinin sualları, haraya, harada və s. Bunlar hamısı nədir? Sual əvəzlikləri sayılır. İndi baxırıq tapşırığa. Onlar bizi şənliyə dəvət etmək istəyirlər. Onlar kimi şənliyə dəvət etmək istəyirlər? Sual işarəsini qoyduq. Kimi, biz əvəzliyini kimi sual əvəzliyindən əvəz eləmək olar. Qatar birazdan yola düşür. Qatar nə vaxt yola düşür? Burada birazdan sözünün yerinə nə vaxt sual əvəzliyini qoyub sual cümləsi formalaşdırmaq olar. İkinci sırada boş yer var. Bunu məsələn deyə bilərik, hansı sırada boş yer var? Hansı sual əvəzliyində qoya bilərəm və yaxud da neçənci sırada boş yer var? Neçənci sırada boş yer var? Neçənci sual əvəzliyində ikincinin yerinə qoya bilərəm. Sonra növbətilərə baxırıq. Yarışda məşhur idmançılar iştirak edəcəklər. Yarışda hansı idmançılar iştirak edəcəklər? Sonra sinifimizə yeni şagird gəldi. Haraya yeni şagird gəldi? Bura haraya sual əvəzliyini sinifimizə sözünün yerinə qoyub sual cümləsi yarada bilərəm. Rəşad yaxşı dostdur. Rəşad necə dostdur? Necə? Və yaxud da Rəşad nə cür dostdur? Burada yaxşı sözünün yerinə necə və nə cür sual əvəzindən qoyub sual cümləsi yarada bilərəm. Kitab bilik mənbəyidir. Nə bilik mənbəyidir? Nə? Sual əvəzinin qoyub sual cümləsi yarada bilərəm. Hansı cümlədə dəqiq bilməyən, qeyri-müəyyən şəxs haqqında danışılır? Yəni bizdən yoldaşlar qeyri-müəyyən əvəzliklər istəyirlər. Qeyri-müəyyən əvəzliklər hansılardır? Qeyri-müəyyən şəxsi və ya əşyanı bildirən əvəzliklər qeyri-müəyyən əvəzliklər. Məsələn, biri, birisi, kimsə, nəsə, filan kəs, heç kim, heç kəs, heç nə, heç nə, bəzi və s. kimi əvəzliklər qeyri-müəyyən əvəzliklər sayılır. Dünən o məktəbin divarına elan vurub. Kim o? Burada o şəxs əvəzliyidir. Dünən birisi məktəbin divarına elan vurub. Baxın, burada birisi qeyri-müəyyən əvəzliyi sayılır. Dil qaydaları ilə bağlı yadda saxla hissəsində qayda var. Qeyri-müəyyən əvəzliklərdir. Oxuyaq bunu. Qeyri-müəyyən varlıqları bildirən əvəzliklər qeyri-müəyyən əvəzliklər deyilir. Qeyri-müəyyən əvəzliklər kim, nə suallarına cavab verir. Hansı niksəsinin sualıdır bu? İsimin. Deməli, ismi əvəzləyirlər. Kimsə qapını döyür. Qapını döyür kim? Kimsə. Burada kimsə qeyri-müəyyən əvəzliyidir. Hamı bu fikirlə razılaşdı. Kim? Hamı. Hamı qeyri-müəyyən əvəzliyidir. Tərkibində heç sözü olan və inkar mənası ifadə edən əvəzliklər də qeyri-müəyyən əvəzlik sayılır. Onun təşkirini heç kim dəstəkləmədi və yaxud da heç nə sözü də qeyri-müəyyən əvəzlik sayılır. Sonra məsələn hərə, biri, kimsə və yaxud da kim isə və s. kimi əvəzliklər qeyri-müəyyən əvəzliklər sayılır.
Nöqtələrin yerinə uyğun qeyri-müəyyən əvəzliklər işlətməklə cümlələri oxuyun. Qeyri-müəyyən əvəzlikləri veriblər, görək hansı uyğun gəlir. O başa düşməmişdi. O heç nə başa düşməmişdi. Burada heç nəni qoya bilərik. Heç nə. Rahatlıqla qoya bilərik. O bilmədi ki, bu sözləri kim deyib? Heç kəs bilmədi ki, heç kəs bilmədi ki, bu sözləri kim deyib? Mənim sualıma cavab versin. Biri mənim sualıma cavab versin. Burada biri əvəzliyini qoya bilərik. Kitab oxuyur, televizora baxır. Burada kimi əvəzliyindən istifadə edə bilərik. Kimi kitab oxuyur, kimi televizora baxırdı. Kimi qeyri-müəyyən əvəzliyindən istifadə eləmək olur. Növbətinə baxırıq. Cümlələrdən birində fərqlənmiş söz hansı sualına cavab verir? Hər otaqda təzə mebel vardı. Hansı otaqda? Hər otaqda. Elə birinci cümlə hansı sualına cavab verir? Hərə bir tərəfdə oturub dərs oxuyurdu. Kim? Hərə. Burada hərə qeyri-müəyyən əvəzlidir və kim sualına cavab verir? Hansı sualına cavab vermir? Növbəti qaydamız yadda saxla hissəsində təyini əvəzliklərinə bağlıdır. Əşyaları ümumi şəkildə təyin etmək üçün istifadə edilən əvəzliklər yoldaşlar təyin əvəzliklərdir. Burada da yazıb ki, cümlədə ismə aid olub, onu ümumi şəkildə təyin edən əvəzliklərə təyin əvəzliklər deyilir. Təyin əvəzliklər bunlardır. Hər, bütün, öz, filan. Öz, hər, bütün, filan. Bunlar təyin əvəzliklər sayılır. Təyin əvəzliklər necə və hansı suallarına cavab verir? Mən hər gün tezdən dururam. Burada hər təyin əvəzlik kimi verilib. Biz bütün dərslərə yaxşı hazırlaşmalıyıq. Hansı dərslərə? Bütün dərslərə. Burada bütün təyin əvəzlərdir. Məsələn, öz fikrini de. Hansı fikri? Öz fikrini. Burada öz təyin əvəzlidir. Filan uşaq çalışqandır. Çalışqandır. Hansı uşaq? Filan uşaq. Bunlar filan təyin əvəzlərdir. Öz təyin əvəzindən sonra gələn söz həmişə mənsubiyyət şəkli qəbul edir. Məsələn, öz bağımız. Burada bağımız nədir? Mənsubiyyət. Imız mənsubiyyət şəkilçisidir. Məsələn, öz problemini de. Problemini. Sənin problemin. Burada in mənsubiyyət şəkilçisidir. Sonra, məsələn, öz kitabınızı verin. Kitabınız, ınız burada sizin kitabınız mənsubiyyət şəkilçisidir. Tapşırığa baxırıq. Deməli, hansı cümlədə təyin əvəzi işlənmişdir? Kitabxanaya nə vaxt gedək? Burada nə vaxt sual əvəzliyidir. Sual. Sonra, bu yerlərin təbiəti gözəldir. Hansı yerlər? Bu. Burada işarədir. Hər kəs öz arşını ilə ölçür. Burada hər kəs qeyri-müəyyəndir. Öz isə təyin əvəzliklərdir. Deməli, qeyri-müəyyən, müəyyən və təyini. Deməli, C-də var. Onlar evə gec qayıtdılar. Onlar burada şəxs əvəzliyidir. Şəxs. İçəridə kimsə var, kimsə isə qeyri-müəyyəndir. Qeyri-müəyyən. Bu qədər yoldaşlar. Hissə dərsliyin ardıda izah olunacaq. İzləmədə qalın. Sağ olun.